Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Qarşıdakı bir saat ərzində Mislin bar sponsoru ilə Upside efirdə olacaq. Əvvəlcə bir məlumatı diqqətinizə çatdırım. Milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Mislazda mərc edə bilərsiniz. Kuboklu günümüzə start veririk. Ceyhun, xoş gəlmisən, necəsən? Xoş gördük Günay, səni salamlayıram, bütün dinləyicilərimizi. Sonradan YouTube-a yerləşdirdiyi verilişi, orada bizə baxacaq insanları da salamlayıram. Mən evdən bura piyada gələm, 20-25 dəqiqəlik yoldu. Günəşdə yaman radiasiya var, şüalanma var və başıma gün vurdu, belə özümü biraz açıq narahat edirəm. Yəni indidən belə istilər belə başlatsa, iyulda, avqustda necə olacaq? İyulda biz olmayacağıq burada. İyunda, əsas məsələ iyundadır. İyunda necə eləyəcək? Avropa Liqasının dünən gecə final mərhələsi keçirilib, final həlləyici oyunu keçirilib və Tottenham Manchester United'in məğlubiyyətə uğradı. 17 ildən sonra bir komanda qələbə qazanıb, çempion olub və maraqlı olan bilirsən nədir? Həm Harry Kane bu il kubokuna qovuşdu, eyni zamanda da Tottenham illərdir birgə sevdaları davam elədi, hekayələri davam elədi, amma sonda hərəsi başqa-başqa klublarda, komandalarda kubok qazandılar. Elə bir ki, məsələn, qadın kimi münasibət oldu. Bərabər alımla bir-birini xoşbəxt eləmirlər, amma sonradan gedirlər başqa münasibətlərdə ikisi də xoşbəxt olur. Sanki onu oxşadı bu Kane-ilə Tottenham münasibəti. Kane Tottenhamda oynayanda titul qazana bilmirdi. Ayrılandan sonra Tottenhamda titul qazandı, Harry Kane-də. Amma Tottenham klubunda da köhnə futbolçulardan qalmışdı və xüsusilə dünən komandanın kapitanı Sonun, Koreyalı futbolçunun o kuboku qazandığını, qaldırdığını görəndə məncə bütün futbol sevərlər sevinərlər ona. 100%, yəni Son Heung-min məncə yəni futbolda hörmətə layiq futbolçulardan biridir. Öz ölkəsində də o qəhrəman kimi qəbul olunur. Sonda o medal çatmadı da bilirsən. O çox rüsvayçı hərəkət idi. UEFA kimi bir qurum Avropa Liqası finalı təşkil edir. Çeferin medalları verəndə baxıb ki 3 nəfərə medal çatmayıb. Yəni bu necə düzgün tənzimlənməyiblər say olaraq. Yəni təsəvvür Avropa Liqasının finalına qalib gəlirsən, amma sənə medal verilmir. 3 futbolçuya medal çatmır. Manchester United'in başına belə bir əhvalatın gəlməsi daha normal olardı. Çünki daha öncə Manchester United klubu ümumiyyətlə bəzi məşqçi heyətinə bildirmişdi ki, biz sizi apara bilməyəcəyik və buna görə Ruben Amorim öz cibindən ödəmişdi bilet pullarını və Manchester United'in başına gəlməsi daha gözlənilirdi bu hərəkət. Nəinki Tottenham klubuna. Niyə bəs Manchester United belə xəsis deyilir? Klub rəhbərliyinin qərarıdır bu. Ki ailənizlə gəlirsinizsə və səhvlərimizə həm məşqçi heyətinə bildiriblər ki, komandanın əsas üzvlərindən savayı digərləri hamısı bileti özləri almalıdırlar. Çox maraqlı və Manchester United'in də uğursuzluğu davam edir. Uğursuzluq davam edir. İndi Amorim açığı mövsümün gedişində gəldi Manchester United-da. Noyabrda gəlmişdi. Ötən il noyabrın, yəni mövsümün gedişində. Bilmirəm, yəqin ki, klub rəhbərliyi oturub qərar verəcək. Ümumiyyətlə, sanki United-ın üzərində bir lənət vardı. Son illərdə bu komanda heç cür düzələ bilmir. Yəni, Alex Ferguson gedəndən sonra kimlər gəldi, kimlər getdi bu komandadan. Heç kim alındıra bilmir bu komandada. Və dünən Avropa Liqasının final qarşılaşmasından sonra daha bir statistikanı da diqqətə çatdırmaq istərdim. Cari mövsüm futbolda uzun illərdən sonra kubok qazanan klublar var. Bunlar 70 ildən sonra Newcastle Ligi İngiltərə kubokuna sahib çıxdı. 51 ildən sonra Bologna İtaliyada, 31 ildən sonra Harry Kane karyerasında ilk dəfə və Crystal Palace tarixində ilk dəfə kuboka qazandı və eyni zamanda Tottenham klubu da 17 ildən sonra kubokuna qovuşdu. Nə gözəl. Nə gözəl. Eyni zamanda bugün də daha doğrusu dünən də kubokuna qovuşanlar var. Söhbət Şahtar Qusardan gedir. İkinci liqanın qalibi oldu 2024-25 mövsümündə. Şahtar Qusar çox yaxşı mövsüm keçirdi. Layiqli şəkildə çempion oldular. Bir neçə həftə əvvəl Şəfa ilə oyunları çox böyük ajiotaja səbəb olmuşdu. Ümumiyyətlə Şahtar Qusarın
çempionluğunda bir neçə amil önəmli rol oynadı. Komanda çox yaxşı komplektləşdirilmişdi. Yaxşı futbolçular cəlb olundu. Vaxtilə Premyer Liqa, 1-ci liqa təcrübəsi olan futbolçular, Rahid Əmirquliyev kimi bir kapitanın orada olması, komandanın içində bir liderin olması, bu da önəmli amildir və əlbəttə ki, Şahtar Qusarın azarkeşləri, baxmayaraq ki, Şahtar Qusar oyunlarını Qusarda keçirmir, ev oyunlarını Şamaxıda keçirir, hətta Şamaxıya da bəzən gəlirdilər, rayonlara, başqa səfər oyunlarına da gedirdilər. Ümumiyyətlə, mən 1-ci liqada çox istəyərəm ki, Şahtar Qusar oyunlarını öz meydanında oynasın. Əgər Şahtar Qusar oyunları Qusarda oynayarsa, bu komanda üçün çox böyük dəstək olar, komandanın gücünə güc qatmış olur. Ümumiyyətlə, bu stadion məsələsi qırsaqqız kimi uzanır, Qusar stadion təmiri. Bunu artıq eləyib bitirmək lazımdır. Yəni, Şahtar Qusar kimi bir komanda öz azarkeşlərinin qarşısında oynamalıdır. Orada, burada yox. Fikir verirsən, təkcə 1-ci liqadan yox, Premyer Liqada da bu problem davam edir. Eyni zamanda Araz Naxçıvanda da. Şahtar Qusarlı azarkeşlərə gəlincə, mövsümün gedişatında hamı bilirdi ki, Qusarlılar səfər oyunlarına gedəndə stadionu yığışdırıb gəldilər və fikirləşirəm ki, növbəti mövsüm 1-ci liqada və bundan sonraki mövsüm əgər Premyer Liqaya vəsiqə qazansalar, çox maraqlı bir azarkeşlər görəcəyik. Mütləq görəcəyik. Ümumiyyətlə, Qusarlı azarkeşlər öz mədəniyyətlərini göstərirlər. İnsan ümumiyyətlə təmiz olmalıdır. Yəni, sonradan tökdüyünü yığışdırmağı bacarmalıdır. Məsələn, bizdə bu pintilik söhbəti ümumiyyətlə çox yerdə var da. Dənizlərdə görürük bunu, çimərliklərdə gedirsən, görürsən, qarpızın tumu orada, qabığı burada, o burada. İnsanlar yığışdırmırlar. Təbii ki, hamıya aid deyil bu. Amma insan ümumiyyətlə təmiz olmalıdır, özünə fikir verməlidir, tökdüyünü yığışdırmalıdır. Aşağı liqalarla davam edəcək. Bugün eyni zamanda region liqasının qalibi də bəlli olacaq. Şirvan və Xankəndi komandaları arasında final həlledici maç keçiriləcək. Qalib kim olacaq? Belə ilk baxışdan Xankəndi favorit kimi görünür, amma maraqlı oyun olacaq. Açığı region liqası çox qısa vaxtlarla keçirildi, 2 ay ərzində indi bitir. Çox yaxından açığı izləməmişəm oyunları. Ümumiyyətlə, vaxt da məhdudiyyəti var da. Azərbaycanda bu qədər oyuncu istəyirsən, xaricdə insan artıq yüklənir, yorulur. Amma kim udacaqsa da layiqli şəkildə uçsun və əminəm ki, maraqlı bizi bir final gözləyir. Və Azərbaycan Premyer Liqasına qayıtsaq, Misli Premyer Liqasına cari mövsüm tərk eləyəcəyi dəqiqləşən Səbail cəbhəsindən maraqlı xəbərlər var. Daha doğrusu, keçmiş Səbaillidən xəbərlər var. Söhbət Cavid Hüseynovun Avsapüsa saytının müsahibəsindən gedir. Müsahibəsində nələr deyib, nələr? İlk öncə əsas diqqət çəkənlərdən bu olub ki, yenə də dəstək məsələsini daha da incələdi. Qış transfer pəncərəsində ona o dəstəyin göstərilmədiyini bildirdi. Çox maraqlı müsahibədir. Müsahibəni kim alıbsa təbrik edirəm ona. Akşin Əliyevə, redaktorumuz. Bəli, Akşin köhnələrdəndir. Buradan Akşinə salamlayıram. Çox gözəl müsahibə alıb. Ümumiyyətlə, müsahibədə maraqla toxunulması, üzərində durulası bir neçə məqam var. Sən transferlərdən başlayaq. Deyir, mən komandanı götürəndə komandanın potensialını bilirdim, amma demişdim ki, qışda güclənək. Deyir, mən qışda istədiyim futbolçularla danışdım, razılığını aldım, əcnəbi futbolçularla yenə söhbət. Rəhbərliyə dedim ki, bunları alaq. Deyir, onlar həmin futbolçuları istəmədilər. Əvəzində futboldan uzaq qalan Mir Abdullah Abbasov komandaya cəlb olundu və Nikoliç müdafiəçi. Deyir, mənə inanmırdılar. Bu da onu göstərir ki, demək ki, rəhbərliyi, komandada seleksiya işlərinə baxan şəxslər Cavid Hüseynovun elə çıxır ki, ona inanmırlarmış da, onun seleksiya qabiliyyətinə inanmırlarmış. Bu da artıq problemdir. Belə görünür ki, Cavid Hüseynov həmin dönəmdə əsas problemi transferlərin gerçəkləşməməsində maliyyə kimi görüb ki, özü də təklif edib ki, gəlin məvacibimizdən bir hissəni ayıraq və transferləri gerçəkləşdirək. Cavid komandada rəhbər şəxslər deyib ki, gəlin mən də daxil, maaşımızın bir hissəsini qoyaq, transferlərə yönəldək. Onlar da razı olmayıblar. Yəni, aydın məsələdir. Məsələn, Səbaildə çalışan insanlar pula görə işləyirlər də, düzdür, qazanmaq üçün işləyirlər. Yəni, bir kluba niyə insan, məsələn, kimin üçün fədakarlıq eləyər və nə üçün fədakarlıq eləyər? Əzizi üçün, sevdiyi insan üçün. Yəni, bunlar da bu işə sırf peşəkarlıq naminə işləyirlər. Yəni, bugün Səbaildə işləyirlər, məsələn, sabahlar başqa yerdə işləyəcəklər.
təbii ki, biznes mühitidir, kapitalist mühitdir. Pula görə o baxımdan heç onların marağında olmuyor ki, maaşlarından kəsilsin, əvəzində transfer büdcəsinə yönəldilsin. Və bundan əlavə də bəzi futbolçuların da xroniki zədələri olub və hətta ağrı kəsici ilə meydana daxil olub. Bəli, Cavid Hüseynovun o ciddi ittihamlarından biri də budur ki, deyir komandaya yayda xroniki zədəsi olan bir neçə futbolçu transfer edilib və onlardan da biri bu ali olub. Bu, yəni əgər onun dediyi kimi xroniki zədəli futbolçular götürülürlərsə, bəs transfer edilərkən niyə araşdırılmayıb? Tibbi heyət, axı hər bir futbolçu ümumi check-updan keçirilir, həkim müayinəsindən keçirilir transfer olmamışdan qabaq. Hər şeyinə kimi detallı yoxlayırlar. Bəs niyə bu xroniki zədəli futbolçular götürülüb? Yəni bu da çox ciddi ittihamdır Cavid Hüseynov tərəfindən. Bəzi azarkeşlər də, futbol ictimaiyyətində olanlar da Cavid Hüseynovun belə deyək, layiq olduğunu tapdığını deyirlər. Belə bir ittiham eləyirlər. Çünki Turantovuz klubunda mövsümün əvvəlində Qurban Berdiyevin köməkçisi kimi işləyirdi və eyni zamanda bu məsələyə də toxundu müsahibəsində ki, bildirdi ki, Qurban Berdiyev ilk dəfə Səbail klubundan təklif gələndə Qurban Berdiyevə də bildiriblər və danışıblar və xoş niyyətlə ayrılıblar bir-birlərindən. Həmin vaxtı mən özüm də belə qəribə hisslər içərisində idim ki, yəni Cavid Turanı qoyub Səbailə getməklə düzmə etdi. Məncə sonraki gedişat göstərdi ki, düz eləmədi. Yəni, Turan Tovuzda qalıb Qurban Berdiyevin yanında işləmək olardı. Bilmək olmazdı. Bəlkə nə vaxtsa 1 il, 2 il sonra Qurban Berdiyev komandadan ayrılandan sonra Cavid Hüseynovu Turan Tovuza baş məşqçi qoyacaqdılar. Yəni, belə bir ehtimal da mən mümkün variant kimi nəzərdən keçirdim. Ən azından indi ola bilsin ki, o deyir ki, Səbailə getməklə mən peşmanlıq hiss etmirəm. Məncə amma özü də peşmandır. Çünki belə bir açıqlama vermişdi ki, qarşıdakı illərdə, yəni 3-4 ildən sonra baş məşqçi olaraq bu mənim başıma gələ bilərdi bu hadisələr. Yenə indidən gəldi, təcrübə oldu. Bəli, sonra orada bir məqam var idi, o məşqçilər otağının 3 il ərzində. Bəli, 3 il ərzində deyir ki, məşqçilər otağına məndən başqa daxil olan yox idi, qapısını açan yox idi. Əslində orada müsahibədə deyir ki, mənə belə dedilər. Yəni klubun içindən kimsə deyib ki, 3 il ərzində məşqçilər otağı bazada açılmayıb. Məncə bu mümkün deyil, bu cəfəngiyatdır. Onda elə çıxır ki, Şahin Diniyev və köməkçiləri elə stadion ərazisinə maşınla daxil olan ki, maşından düşüb, meydançaya girib məşq edib, sonra təzədən maşına oturub gediblər. Bu mümkün deyil axı. O bir klubda iş qrafiki tək saat yarımlıq məşqdən ibarət deyil. Bunun görünməyən tərəfləri var. Çünki bu mətbəx hissəsində hər kəs bilmir də, dinləyicilər, tamaşaçılar. Burada əlbəttə ki, sən oturursan məşqlər korpusuna gündəlik məşq üzərində, proqram üzərində çalışmalısan, məsləhətləşməlisən. Sonra oturursan rəqibə analiz edirsən. Sənə bir yekə monitor lazımdır. Futbolçular transfer olunası, sənə göndərilən futbolçulara baxmalısan. Yəni bu mümkün deyil ki, o məşqçilər otağı 3 il ərzində heç kim ora daxil olmasın. Və ya bəlkə həmin otaqda yox, bir başqa otaqda işləyirlərmiş. Yəni sadəcə bu biraz ciddi söhbət deyil də bu səslənilən fikir. Ceyhun, bəs Cavid Hüseynovun Səbailini necə dəyərləndirərdin? Mən çox yaxşı dəyərləndirirəm. Xüsusən qış fasiləsindən sonra komandada müəyyən bir oyun dəstxəti hiss olunurdu. Həm müdafiə davranışı, həm hücum davranışı. Maraqlı komandaydı. Sadəcə nəticələr olmadı, amma oyun planında komanda yaxşı idi. Sağlam Radio 93 FM-dəyə Ofsaydı dinləyirsiniz. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra buradayıq Ofsaydı. Dalğanı dəyişməyin. Biz reklam və musiqi fasiləsinə ayrılmamışdan əvvəl Səbail komandası barədə danışdıq və Şahin Diniyevin bir fikri var. Onu da səsləndirmək istəyərdim. Səbaildən ayrılmağa bəlkə də gecikmişdim deyib Şahin Diniyev. Yəqin ki, gecikib. Amma gedişat göstərdi onsuz da. Çünki Şahin Diniyev Səbaildə işlədiyi birinci mövsümdə komandanı son turda Misli Premyer Liqasında saxlaya bildi. İkinci mövsümdə böyük bir büdcə ayrıldı. Böyük çoxlu transferlər edildi və komanda uğursuz oldu. Yəni Avrozonaya düşə bilmədi. Və üçüncü mövsümdə gedişində artıq görünürdü ki, nəsə işlər yolunda getmir. Yəni ayrılacağı artıq zaman məsələ idi. Zaman məsələsini. Bəli, mən ona haqlıyam. Biraz komandadan tez gedə bilərdi. Yəni gecikdi. Və bu həftə Misli Premyer Liqasında 36-cı turun mövsümə yekun vurulacaq 36-cı turun qarşılaşmaları keçiriləcək. Hər şey həll olunub demək olar ki, lakin bir çox maraqlı qarşılaşmalar bizi gözləyəcək ki, buna Bakı derbisini misal çəkmək olar. Ümumilikdə tura bir nəzər salaq. Səbail Sumqayıt komandaları sabah saat 19:30-da bir-birlərinə qarşı oynayacaqlar və eyni zamanda növbəti gündə Şamaxı Qarabağ komandaları və Sabah Neftçi komandaları arasında qarşılaşmalar keçiriləcək.
Eyni zamanda Turantovuz, Kəpəz və Araz Naxçıvan və Zirə komandaları üz-üzə gələcək. Turun ən maraqlı qarşılaşması deyərdim ki, Bakı derbisidir və bu il Bakı derbiləri bizə gözəl bir oyun sərgilədilər, göstərdilər. Son tur ərəfəsində hər şey yəni bəllidir, formal turdur. 2 pillədən başqa 5-ci yer uğrunda Sabahla Neftçi mübarizə aparır və 8 uğrunda da Sumqayıtla Kəpəz. Sabah Neftçi oyunu həqiqətən də maraqlı olacaq. Məncə hər iki komanda istəyir ki 5-ci pilləni tutsun. Sabaha heç-heçə də kifayət edir. Heç-heçə eləsə 5-ci Sabah olacaq. Düz deyib belə 5 oldun, 6 oldun, bunun çox ciddi fərqi yoxdur, amma bu iki komanda arasında sanki son illərdə xüsusi bir prinsip yaranıb, bir-birindən geri qalmamağa çalışırlar. Məsələn, başqalarından geri qalsalar da ən azından istəyirlər ki, Sabah Neftçini qabaqlasın, Neftçi Sabahı. Belə Sabahı bir xal qane edir və öz meydanında oynayır. O baxımdan Sabahın yəni 5-ci yer tutmaq ehtimalı yekunda daha real görünür, amma mən əminəm ki, bizi çox maraqlı və gərgin bir mübarizə gözləyəcək. Sabah çünki Kuboka da hazırlaşır, Kubokun finalına. Neftçidə isə artıq hər şeyi itiriblər, həm çempionat yolu ilə, həm Kubok yolu ilə Avropaya gedə bilmədilər. Bu qarşılaşmadan öncə Sabah klubunun baş məşqçisi Vasiliy Berezovski çox maraqlı bir fikir səsləndirib Ceyhun, onu səsləndirəcəm. Deyir ki, Stas Pokatilov dünyanın ən güclü qapıçısıdır və qeyd etmək lazımdır ki, bu yaxınlarda Qazaxıstan milli komandasının düşərgəsinə cəlb olunub bu futbolçu. Berezovski deyəsən Pokatilovu trolluyub. Bunu Pokatilov haqqında necə belə demək olar? Yəqin zarafata deyib də o, yəni başqa cür mümkün deyil. Pokatilov öz ölkəsində Qazaxıstanda bir YouTube kanalına onun haqqında bir geniş müsahibə götürüblər və orada Berezovskinin də fikirlərini öyrəniblər. Deyib ki, Pokatilov dünyanın ən güclü qapıçısıdır. Dünyanın ən güclü qapıçısı Sabahda nə gəzir, yəni. Dünyanın ən güclü klublarında oynayır. Yəqin ki, bunu zarafat mənasında deyib. Amma məsələn, mən olsaydım Pokatilovun yerinə həmin hissəni xahiş eləyərdim ki, ümumiyyətlə salmasınlar da, yəni YouTube-dan çıxarsınlar. Və yeri gəlmişkən Misli Premyer Liqasının Azərbaycan çempionatında oynadığı oyunlarda Pokatilov quru oyun keçirə bilməyib. O son oyunda o buraxdığı qol ümumiyyətlə biabırçılığı idi, rüsvayçılığı idi. Ayaqlarının arasından top buraxdı Pokatilov. Yəni, sıradan bir adi bir qapıçıdır. Baxmayaraq ki, Qazaxıstan millisinə cəlb olunur. Düz əsas heyət qapıçısı deyil, amma Pokatilov mənim üçün sıradan bir qapıçıdır. Qapıçılarla bağlı davam edirik. Eyni zamanda Zirə klubunda da bir ayrılığın olması gözlənilir ki, söhbət Thiago Silvadan gedir. Bildirilir ki, bu qalkiper də mövsümün sonunda artıq Zirə komandasından vidalaşacaq. Thiago'nun üstəgəl bir müqaviləsi var idi, bəndində var. Yəni üstəgəl bir, yəni klub istəsə artıra bilərdi. Son mövsüm cəmi 3 oyunda oynadı Thiago əsas heyətdə. Düzdür, burada Rəşad Sadıqovun seçimində legioner limitində rol oynadı. O istəyirdi Rəşad Sadıqov qapıya Aydını qoyurdu, Bayramovu və 7 legioneri meydanda oynadırdı sahə oyuncusu kimi. Amma məncə Thiago'nun gedişi komandanın çox böyük itki deyil. Ondan daha yaxşı qapıçısını tapıb gətirmək olar və inanıram ki, Zirə bunu eləyəcək. Qapıçılardan danışdıq bayaqdan. Berezovski fikirləşir ki, öz qapıçısı dünyanın ən yaxşısıdır. Sənə görə hansı qapıçı dünyanın ən yaxşısıdır, Ceyhun? O dünyanın ən yaxşısı. Belə son illərdə Neuer çox güclükdə. Manuel Neuer, amma yəni yaxşı qapıçılar ümumiyyətlə biz dünyada çoxdur. Kurtuanı götür. Yaxşı qapıçılar çoxdur. Qurban Qurbanov yollanıb İspaniyaya Barcelona klubunun baş məşqçi heyəti ilə görüşməyə, Hansi Flicklə görüşməyə. Bunu ilk dəfə mən açıqlamışdım. Çünki Qurban Qurbanov demişdi ki, çoxdan istəyirdi Flickin yanında getsin. Sadəcə vaxt tapa bilmirdi. İndi elə bir boşluq tapıb, gedib 3 günlük gedib onun düşərgəsinə. Flickdən məşqdə öyrənmək istəyir ki, hücum opsiyası. Yeni ona Qurban Qurbanova yeni hücum opsiyası lazımdır. Çünki ətrafına deyib ki, artıq bizim hücum opsiyalarımızı Avropada təhlil eləyirlər, oxuyurlar. Mənə yeni rəngarənglik lazımdır hücumda və bu baxımdan Barcelona'nın hücumlarını çox bəyənir. İstəyir gedib məşqdə görsün ki, Flick bu detallar üzərində necə işləyir. Yəni getməyin əsas səbəbi budur. Ötən mövsüm Avropa Liqasına fikir versək, düzdür, liqa mərhələsini Qarabağ ən sonuncu pillədə yekunlaşdı, bitirdi. Lakin Qarabağın rəqibləri olan komandalarda elə Tottenham'dən misal çəkə bilərik ki, finalda çempion oldu Avropa Liqası. Tottenham finalda oynadı, Bodo Glimt yarım final oynadı. Ajax'ın gücü bəllidir, Limonun gücü bəllidir. Həqiqətən ilk baxışdan uğursuzluq kimi görünür Qarabağın son Avropa Kuboku mövsümü, amma rəqiblər doğrudan çox güclüdür. Yəni çətin rəqiblərlə düşmüşdü Qarabağ.
Əvvəlki dəqiqələrimizdə danışdıq ki, Qurban Qurbanov Hans Flicklə görüşməyə gedib. Eyni zamanda Barselona cəbhəsindən də xəbərlər var ki, 2027-ci ilə qədər Hans Flicklə müqavilənin müddəti uzadılıb və eyni zamanda Rafinha ilə də müqavilənin müddəti uzadılması gözlənilir. Flick ümumiyyətlə Barselona yeni bir səviyyəyə qaldırıb. Vaxtı ilə o Guardiola'nın heç kimə bənzəməyən Barselonası var. Bax, həmin Barselonaya yaxınlaşır bu Barselona. Flick'in gördüyü işlər çox möhtəşəmdir. Xüsusən komanda, yəni hücum planında inanılmaz oynayır. Yəni bu dəqiqə dünyanın mənə görə ən çox baxımlı futbol sərgiləyən komandası, ən baxımlı komandası elə Barselonadır və Rafinha əlbəttə ki, bu komandanın çox önəmli üzvüdür. Rafinha bu komandanın lideridir, liderlərindən biridir. Həm liderlik keyfiyyəti var, həm də komandaya çox böyük fayda verir. Kritik məqamlarda vurduğu qollarla, oyunu üzərinə götürməsi ilə, məhsullar ötürmələri ilə Rafinha kimi bir futbolçunun Barselona qalması həqiqətən də Barselona üçün məncə çox böyük şansdır və bundan da fayda götürəcəklər. Rafinha'nın Barselonada qalmasında elə böyük rolu Hans Flick oynayıb ki, mövsümün əvvəlində Rafinha komandadan ayrılmaq istəyirdi və Hans Flick qayıdandan sonra Rafinha'nı razı salmışdı və yenidən ümid vermişdi ki, Barselonada qalsın və hətta Barselona azarkeşləri belə Rafinha'nın getməsini istəyirdilər. Yəni Rafinha ortabab bir futbolçudan bir mövsüm ərzində qızıl topa namizəd futbolçuya çevrildi. Yəni Barselona finala çıxsaydı, bəlkə də Rafinha qızıl topu alardı. Hans Flick ilə bağlı yenə davam eləyəcəm ki, fikir verirsənsə komandaya fərqli bir aura da gətirə bilib. Xüsusilə Espanyolla maçdan sonra La Liganı təmin etdikləri qarşılaşmadan sonra komanda sevinmək istəyirdi. Düzdür, Lamine Yamal 17 yaşında, 18 yaşında başını aşağı saldı, birbaşa getdi paltar dəyişmə otağına, baş məşqçinin fikirlərinə, sözlərinə qulaq asdı. Lakin digər futbolçular getmək istəmirdilər. Espanyolun meydanında çempionluğu bayram eləmək istəyirdilər. Lakin Hans Flick yaxınlaşdı, bir yol göstərdi paltar dəyişmə otağına. Biraz yumşaq dildə desək, çünki daha sərt şəkildə göndərmişdi. Alman intisamı başqadır. Yəqin çempionluğu öz ev oyununda qeyd etmək üçün bunu eləyiblər. Bəlkə də düşünüb ki, biz Espanyol meydanında bunu eləsək, çempionluğu qeyd etsək, azarkeşləri qıcılandıra bilərik, Espanyol azarkeşlərini. Məşqçi belə olmalıdır. Müdrikdir, böyüdür. Yəni futbolçular biraz çılğın olurlar. Özü Barselona futbolçuların əksəriyyəti cavan uşaqlardır. 17, 18, 20 yaşında xeyli futbolçu var. O baxımdan müdrik davranıb. Flick. Salam Radio 93 FM-dəyə. Offside dinləyirsiniz. Musiqi və reklam fasilemiz olacaq daha sonra. Buradayıq Offside-da. Dalğanı dəyişməyin. Bu dəfə Neftçinin və Qəbələnin sabiq baş məşqçisi Roman Qriqorçuk barəsində səslənən fikirlər var ki, Ukrayna milli komandasının sabiq baş məşqçisi Yozef Sabo bildirib ki, Qriqorçuk gələn kimi komandanı gücləndirəcək qədər böyük baş məşqçi deyil. Yozef Sabo Ukraynanın əfsanəvi futbolçularından, keçmiş futbolçusu, məşqçilərindən biridir. Hər halda Roman Qriqorçukun fəaliyyətini o bizdən daha yaxşı izləyib. Biz Qriqorçuku Azərbaycandakı illərinə görə tanıyırıq. Qəbələ və Neftçidəki fəaliyyətinə görə. Amma illərdir öz ölkəsində, vətənində Qriqorçuk uzun illər işləyib və Sabo onu daha yaxından tanıyır. Yəqin ki, dediklərində həqiqət var. Məncə Qriqorçuk çox da belə böyük şidləsi məşqçi deyil. Yəni Qriqorçuk kimi məşqçilər Ukraynada çoxdur. Daş atsan gəlib Qriqorçuk kimi məşqçi edər Ukraynada. Baş məşqçilərin səsləndirdiyi fikirlərlə davam edirik. Birinci liqada hazırda sonuncu yeri tutan Qaradağ Lükbatan klubunun baş məşqçisi Amit Quluzadə AFA tərəfindən cəzalandırılıb. Niyə cəzalandırılıb? Bunu bizə sən danışacaqsan Ceyhun. Karvan oyundan sonra protokolda hakimlər qeyd ediblər ki, təhqirə görə 5 oyun cəzalanıb. Amma Amit özü gənc məşqçidir əlbəttə ki, özü açıqlama verir ki, mən onları təhqir eləməmişəm. Sadəcə demişəm ki, Allah bəlanızı versin. Təhqir deyiləm, qarğışdır da. Allah bəlanızı versin. Çox ağır bir cümlədir və o təhqirdən də betərdir də. Yəni təhqirdən daha təsirlidir. Yəni Allah heç kim bəlasını verməsin də. İnsan nəsə bir xəstəlik taparsa ona bəla gələr, nə bilim, yaxından əzizin nəsə olarsa bəla gələr. O baxımdan yəni Allah bəlanızı versin, pis cümlədir. Yəni. Biz Azərbaycanlılarda da var ki, bəzi qarğışları çox ağır sayırıq, bəzilərini Allah bəlanı versin deyə qarğışları isə... Əslində
bəlkə də kimsə bunun ciddiliyinə varmaz, amma bu ağır yəni qarğışdır. Yəni Allah bəlanı versin. Yəni bəla elə bir şeydir ki, Allah heç kimə bəla verməsin. Mən elə düşünürəm. Aşağı liqalarla bağlı davam edəcəyi AFFA-nın cəzalandırdığı daha bir məşqçi də var idi ki, bu da Şamaxı klubunun 15 liqasının, 15 komandasının məşqçisi idi. Vüqar Süleymanov Metak maçında Metakın bir neçə az yaşlı futbolçusunu vurub, yumruqlayıb və bundan sonra AFFA bir il müddətinə bu baş məşqçini yaşıl meydanlardan, futboldan uzaqlaşdırıb və bundan sonra son açıqlamaya görə, İntizam Komitəsinin son qərarına görə bu qərar ləğv olunub və yenidən baxılacaq bu qərara. Apellyasiya vermişdi, deyəsən apellyasiyası qəbul olundu. Mən anlamıram. Vurubsa niyə o bir illik verilən cəza ləğv edilib? Onda elə çıxır ki, vurmayıb da, yəni biraz anlaşılmaz qərardır bu. Təbii ki, məşqçi uşağı 15 yaşlı uşağı vurmamalıdır. Vurubsa bunun cəzası olmalıdır. Qərar açıqlananda deyilmişdi ki, az yaşlı 15 yaşlı uşaqlar vurduğuna görə bir illik cəza alıb. İndi o cəza ləğv edilib yenidən baxılacaq. Yəni yenidən nəyə görə baxılır? Onda elə çıxır ki, məşqçi uşaqları vurmayıb da, yəni bir iftiraya mı məruz qalıb? Yəni biraz anlamıram, yəni niyə belə bir qərar verilir. Bu kimi hadisələrin bəs səncə necə cəzalandırılmalıdır? Yenə deyirəm, əgər olmaz, yəni yol verilməzdir ki, məşqçi 15 yaşlı uşağa əl qaldırsın. Bu mümkün deyil. Olubsa da ən az hələ o qərar qüvvədə qalmalıdır. Bir illik, yəni futboldan uzaqlaşdırmalıdır, fəaliyyətinə qadağan qoyulmalıdır. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və Ceyhun uzun illərdir ki, Əvəzedicilər Liqasının ləğvi gözlənilir. Bunlar hələ ki, belə söz-söhbət səviyyəsindədir. Açıq hələ bununla bağlı AFFA İcra Komitəsi qərar qəbul edəcək. Mən açığı inanmıram ki, Əvəzedicilər Liqası ləğv edilsin. Mən Əvəzedicilər Liqasının bizə lazım olduğunu düşünürəm. Çünki orada xeyli sayda futbolçu var. Əvəzedicilər Liqası ləğv olunarsa, demək U19 çempionatından sonra əsas komandaya artıq futbolçular keçməlidir. Baxın, kimsə deyə bilər ki, 18, 19, 20 yaşda Avropada futbolçular əsas komandalarda oynayırlar. Amma bizdə biraz fərqlidir. Bizdə bir çox futbolçular 20 yaşdan sonra açılışmağa başlayırlar. 22, 23, 24 yaşlarında. Məsələn, Turan Tovuzun müdafiəçisi Faiq Hacıyev. Faiq Hacıyev 3 il əvvələ kimi birinci liqada oynayırdı. Bugün 26-27 yaşında, məsələn, karyerasının pik növündədir, açılışdı. Yəni, bizimlə Avropanı müqayisə eləməyə bu baxımdan. Bizim futbolçular biraz gec böyüyürlər, gec belə püxtələşirlər, gec ustalıq səviyyəsinə gəlib çatırlar. Bu baxımdan əgər biz Əvəzedicilər Liqasını ləğv etsək, biz xeyli bir futbolçu nəslini itirmiş olarıq. İndi kimsə deyə bilər ki, geçsinlərlə birinci liqada, ikinci liqada oynasınlar. Yəni, hamı gedib ikinci liqada, birinci liqada oynaya bilməz. Bəziləri, yenə deyirəm, 18-19 yaşında hələ püxtələşməyib, amma Əvəzedicilər Liqasını oynaya-oynaya əsas komandalarına məşqə çıxa-çıxa daha yaxşı futbolçu ola bilərlər. Mən belə düşünürəm. Şahin Diniyev dünənki verilişdə bu məsələyə fikrini bildirmişdi və bu məsələni qeyd eləmişdi. Aşağı liqalar var, birinci liqa, ikinci liqa və region liqası. Qarşıdakı illərdə bu liqaların indidən artıq səviyyəsinin artdığını görürük və qarşıdakı illərdə Əvəzedicilər Liqası ləğv olunduğu halda böyük bir şey itirməyəcək. Həmin futbolçular aşağı liqalar, digər liqalarda oynayacaqlar. Mən belə düşünmürəm. Şahin Diniyev razı deyiləm. Birincisi, region liqasını qatmayaq bu səbəb. Region liqası həvəskar çempionatdır. Region liqasında hər kəs çıxıb oynaya bilər. Yəni orada çox yüksək səviyyəli futbol gedmir. Orada güclü belə taktiki nəsə gedişlər olmur. Amma Əvəzedicilər Liqasının əməli başlı çempionatdır, yarışdır. Bura Əvəzedicilər Liqasını Gənclər Millisinin məşqçiləri izləyirlər, öz klubunun məşqçiləri izləyirlər. Yəni müqayisə eləmək region liqasından Əvəzedicilər Liqası. Yenə də Əvəzedicilər Liqasının ləğvi ehtimalına görə İdman Xəbərin bir məlumatı var. Bildirilir ki, hazırda region liqasına çıxış edən Göyəzən Turan Tovuz klubunun ikinci komandası olacaq. Yenə məsələn üçün hansısa birinci liqa klubu, ikinci liqa klubu, ikinci komanda kimi, baza komanda kimi olsaydı anlayardım. Amma region liqası həvəskar çempionatı. Məsələn, Göyəzən necə Turan Tovuzun belə baza klubu ola bilər? Yəni, bu baxımdan bilməm, bu əməkdaşlıq nə qədər faydalı olar. Bu qədər. Bizlik bugünlük bu qədər Ceyhun. Təşəkkürlər bugün gəldiyin üçün. Bir saat ərzində Offside dinlədi. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Offside düşməyi unutmayın. Hələlik.